Axşamınız xeyir olsun dostlar. Nəsə ürəyimdən gəldi, istedim sizinlə bölüşüm. İçimdəki o hissləri. Son bu neçə gündə heç yaxşı deyirəm. Çalışıram ki, başımı qatım. Amma hər yadıma düşəndə doğrudan da çox sarsılıram. Yəni doğrudan da bir qadın olaraq, bir ana olaraq, bir Azərbaycan xanımın, Azərbaycan ananın bugünkü durumu o qədər məni sarsıldır, o qədər məni depresiya salır. Yəni oradan da Allah bütün onun bağlı qapılarını açıq etsin, bir möcüzə olsun. Hər gün dua edirəm. Bilirəm ki, mənimlə birlikdə çox analar, çox bacılar var ki, əlimizi açıb dua edirik Allaha ki, Allah özü böyükdür, Allah özü hər şeyi görəndir, hər şeyi biləndir. Yəni bir imtihandır. Bugün Arzu o imtihandan keçir. Amma bilirəm ki, Bakılı qızımızdır, güclü qızdır. Allah ona güc versin, Allah onun yaxınlarına, anasına, atasına, balalarına səbir versin, yoldaşına səbir versin, yaxınlarına, dostlarına, qohumlarına, kim doğrudan da onu sevirsin. Yəni mən Arzu ilə demək olar ki, hər gün də olmasa bir gündən bir salonuma gəldiyi üçün, salonumda mənim qızlarıma dəstək olduğu üçün reklam edirdi onları. Mən o qızı rəfiqə olmasam da, amma o qızla dəfələrlə dərdləşmişik də, söhbət etmişik. Yəni bilməyən, görünməyən və bilinməyən, görünməyən pərdə arxası olan bir hanımın həyat hekayəsi tamamilə başqa cür olur. Düzdür, onun o şıltaqlığı, onun hər zaman sosial şəbəkələrdə video görüntüləri çalışırdı ki, özünü həmişə gümrah və heç kimin qabağında əyilməyən bir xanım kimi təqdim edib. O da onun o içdəki dürüstlüyü, içindəki o bilirsiniz, inam. Çünki o qız məncə çox insanlara, lazım olmayan insanlara inandı və o inanan insanlar da bu günləri əl çalırlar. Ona inandıran insanlar əl çalırlar. Amma heç kim başa düşmür ki, həyat elə bir möcüzələrlə doldu ki, sabah bilmirsiniz kimin başına nə gələ bilər. Heç vaxt heç kimin pis gününə sevinməyin. Və çox xahiş edirəm, əlimizdən nə gəlirsə, nə gələ bilər. Mənim şəxsən əlimdən yalnız dua etmək, yalnız Allahdan arzu etmək ki, Arzunun doğrudan da bir arzusu var idi ki, övladlarına qovursun. Allah onun qapısını açsın. Allah o insanlara, ürəklərinə rəhim versin. Əlbəttə ki, qarşı tərəfdə də böyük bir itki olduğu üçün bir candan, qandan yaranan bir övlad payı itirmək də doğrudan da bu çətin bir məsələdir. Allah Amal bəyə rəhmət və xanımı böyük bir qəzadan sonra əlbəttə ki, neçə müddətdir ki, müalicələr alır. Allah ona da şəfa versin. Allah valideynlərinə, yaxınlarına səbir versin. Allah qəni-qəni rəhmət eləsin. O uşağı da qoymurlar rahat orada yatmağa. Yəni doğrudan da hər gün cürbəcür səhifələr açılır və o uşağı da söyürlər. Amma düzgün deyil. Artıq o dünyasını dəyişib və bu dünyada onun yaxınları onları görüb doğrudan da pis olurlar. Yenə deyirəm, hər kəsin başına gələ bilər. Və heç kimin həyatını bilmədən çox rahatdır kimisə olmadan o insanları pisləmək, o insanlara
olmayan şərlər, böhtanlar atmaq. Nə bilim, ürəyimdən gəldi, paylaşdım, amma düşünürəm ki, bir möcüzə olacaq. Buna inanıram. Və bilirəm ki, insan ürəkdən inananda bir möcüzə olur. Mən çox istəyərdim ki, Arzu o gözəl balalarla qovuşsun. Yəni, o ananın bir fəryadı, o ananın səsi qulağımdan gelir. Allah kömək olsun. Başqa heç nə deyə bilmirəm.